Salam əziz şagirdlər, hər vaxtınız xeyirli olsun. Mən İlnur müəllim. Bugün sizlərə Dövlət İmtahan Mərkəzinin çapdan çıxardığı 20 sınavlar toplusundan 8-ci sınavın izahını təqdim edəcəm. Düşünürəm ki, möhtəşəm bir sınav olacaq, möhtəşəm bir izah olacaq. Mütləq sona qədər izləyirsiniz. Həmçinin bəyənsəniz paylaşmağı da unutmayın. Keçək suallarımızın izahına. Təbii ki, mövzularımızı yoldaşlar burada görürsünüz. Həmciz üzvlər, cümlədə söz sırası, əlavələr, ara sözlər və xitab. Bu mövzulardan bizə suallar təqdim edilib. Təbii ki, keçək bu suallarımıza. Demək yoldaşlar, birinci sualımıza gəldik. Görək birinci sualımız. Deyək ki, nümunələr üçün ortaq olmayan cəhətlər bizə lazımdır. İlk öncə cümləni təhlil edib, sonra ortaq və fərqli cəhətini baxalım. Deyək, qulaqlarının sifətinin sızıldağını Xəlil incə hiss etdi. Ne etdi? Hiss etdi. Kimi hiss etdi? Xəlil. Xəlil nəyi hiss etdi? Bax yoldaşlar, qulaqlarının sifətinin sızıldadığını. Bax yoldaşlar, bax tamamlıqla tövbüşdür. Gördük yoldaşlar necə? Feili birləşmənin asıl tərəfi, belə deyək də, asıl tərəfi təşkil olunur da, qulaqlarının sifətinin sızıldadığını. Biz buna bütövlükdə feili birləşmə deyirik. Çünki bunun asıl tərəfi sadalanır. Əsas tərəf sadalanmır. Asıl tərəf sadalananda biz heç bir halda ona hər birisini ayrıca tamamlıq deyə bilmərik. Əsas tərəf sadalananda deyə bilərsən, amma asıl tərəf sadalanırsa, heç bir halda sən ona belə deyək də, müstəqil cümlə üzrə kimi baxmırsan. Nə zaman indicə? Bu da sənin zərfin. Oranın sükutu, həmiri, ətri ilə təkbətək qalmağı arzuladı. Bax, yollar, nə etdi? Arzuladı. Nəyi arzuladı? Bax, nəyi arzuladı? Oranın sükutu, həmiri, ətri ilə təkbətək qalmağı. Baxın, bu da bütövlükdə məsələ tərkibdir və tamamlıqdır. Və burada da biz görürük ki, oranın sükutu, oranın həmiri, oranın ətri, biz görürük ki, burada ismin birləşmədə əsas tərəf sadalanır. Amma bu bütövlükdə özü məsələrin tərkibində olduğu üçün biz heç bir halda oranın sükutuna əlavə tamamlıq deməyəcək. Çünki o tamamlıqlarda özləri məsələ tərkibinin daxilindədir. Keçək sözlər. Deyir, həmciz tamamlıq işlənmişdir. Biz heç birisində həmciz tamamlıq görmürük. Yanlışdır. Mübtəda ilə sintaktik əlaqəyə girməyən cümlə üzvlərinin hər ikisi işlənir. Mübtəda ilə yoldaşlar sintaktik əlaqəyə girməyən iki cümlə üzvümüz var. Birincisi tamamlıqdır, ikincisi zərflikdir. Biz birinci cümlədə zərflik görsək də, ikinci cümlədə zərflik yoxdur. Deməli, bu da yanlışdır. Tamamlıq feili birləşmə ifadə olunmuşdur. Biz görürük, bəli, birinci cümlədə tamamlıq feili sifət tərkibinə, yəni feili birləşmədir. İkincisi məsdər tərkibidir, yəni feili birləşmədir. Biz hər ikisində bəli var, hər ikisi üst doğrudur. Sadalanan sözlər söz birləşməsinin asıl tərəfidir. Baxın, yoldaşlar, biz birinci ifadəmizdə qulaqlarının sifətini sızıldadıq. Bu ifadələrdə sadalanan, bu birləşmədə sadalanan tərəf asıl tərəf olduğu halda oranın sükutu, oranın həmiri, bu ifadədə isə əsas tərəf sadalanır. Aydın olur mu? Bu dörddə əslində biraz mücərrədlik var, biraz yanlışlıq var. Nədir yanlış? Baxın, əgər biz buna üçüncü növ kimi baxsaq, oranın sükutu, oranın həmiri. Üçüncü növ kimi baxsaq görərik ki, əsas tərəflər sadalanır. Axı, bu üçüncü növ özü də məsdər tərkibindədir. Məsdər tərkibi kim baxsaq əgər, amma biz görürük orada asıl tərəf sadalanır. Çünki məsdər tərkibi birinci tərəfdir. Dörddə bez müəmmalığı var. Yəni ki, hər iki halda doğru da ola bilər, səhv də ola bilər. İsmi birləşmə kimi baxsaq doğrudur. Məsdər tərkibi kimi baxsaq yanlışdır. 4. Xəbərlər eyni qrammatik məna növündə olan feillər ifadə olunmuşdur. Biz görürük ki, hiss etdi, bəli, hiss etdi və arzuladı. Biz heç bir qrammatik məna şəkilçisini görmürük. Ay məhsul olsun, nə bilim, qayıdış olsun, heç bir qrammatik şəkilçisini görmədiyimiz üçün biz onlara məlumunu deyəcək. Yəni, 5 doğrudur. Bizdə səhvlər 1, 2, 4 də səhv də kimi götürə bilərik, düz kimi də götürə bilərik. Orada biraz müəmmalı var. Yəni, istənilən halda biz bundan 1, 2, 4 kimi baxacaq. Cəvab olacaq A variantı. Yəni, digər variant olmadığı üçün əslində A-nı götürdük. Yəni, 4-də də biraz müəmmalı, belə deyək cavab. Gələk ikinciyə. Və uyğunluğu müəyyənləşdir. Tərkibində həmciz cümlə üzvü olan mürəkkəb cümlə. Yəni, sən mürəkkəb cümlə tapmalısan, əzizlərim. Tərkibində həmciz üzvü olmalıdır. Sonra biz nə tapmalıyıq? Baxın, yoldaşlar. Sonra bir. Tərkibində həmciz cümlə üzvü olmayan sadə cümlə. Gəl, bunu biraz yuxarı qaldıraq. Belə görə bilərsiniz. Hə, baxın. Baxın, yoldaşlar. Bax. Deyir ki, tərkibində həmciz cümlə üzvü olmayan sadə cümlə. Nə düşünürdük ki, bu təbii ki, mürəkkəb cümlə. Çünki burada tabelik bağlayıcı var və baş cümlə birinci gəlir. Tərkibində həmciz cümlə üzvü olan mürəkkəb görək bir uyğun gəlirmi? Günorta yeməyini gələndə atasını da anasını sevindirəcək. Nə edəcək? Sevindirəcək.
kimi atasını, kimi anasını. Biz görürük ki, bu tabiri mürəkkəb cümlədir. Tərkibində də həmciz tamamlıqlar var. Demək, biri qabağına yazılan A variantı. Axı İranın Şah İsmail Xətai kimi, Nadir Şah kimi, biraz da bunu yaxınlaşdırın. Bir axı İranın Şah İsmail Xətai kimi, Nadir Şah kimi qərbi hökümdarların Azərbaycanlı olmuşdur. Ne etmişdir? Azərbaycanlı olmuşdur. Kim Azərbaycanlı? Baxın yoldaşlar, İranın hökümdarları. Baxın, burada bütövlükdə belə deyək də, bax, sadə cümlədir. Həmciz üzvdə yoxdur. Çünki İranın hökümdarları bütövlükdə üçüncü örtəyi söz birləşmir. Görür ki, yoldaşlar, tərkibində həmciz cümləsi olmayan sadə cümlə. Bəli, ikili qalanın beyni yaza bilərəm. Çünki İranın hökümdarları bütövlükdə bir cümlə özüdür. Bu cümlə mübtəda və xəbərdən ibarətdir. Sadə cümlədir. Həmciz cümlələrdə yoxdur. İkiyə yazdım. Beyni canında, beynində yorğunluq, ağırlıq hiss etsə də, biz saat dürüstadəni görürsə, təbii ki, o mürəkkəb cümlə. Görək elə həmciz varmı? Yoxsa yox idi. Baxın, yoxsu yox idi. Nə yoxsu? Canında, beynində yorğunluq, ağırlıq hiss etsə də. Təbii ki, burada mürəkkəb cümlədir. Həmçinin, baxın, mürəkkəb cümlədir. Biraz yuxarı qaldırın. Mürəkkəb eyni zamanda nə də canında, nə də beynində yorğunluq hiss edir. Canında, beynində. Demək, həmciz üzvləri var. Mürəkkəb cümlədir, bəli. İki rəqəmanı yenə mən yazıram. C-ni, A-C-ni yazdım. Birə üzr istəyirəm. Kimin hissinə, hədəsinə öyrəşmişdir. Niyə demişdir öyrəşmişdir? Nəyə öyrəşmişdir? Baxın, kişinin hissinə. Nəyə öyrəşmişdir? Hədəsinə. Burada kişinin hissi, hədəsi. Üçüncü nöqtəyə söz birləşməsidir. Bəli. Əsas tərəflər, demək, sadalandığı üçün mən buna, demək, ayrı tamamlıq kimi baxıram. Çünki əsas tərəflər sadalanır. Amma bu sadə cümlə. Bizdə belə bir variant varmı? Tərkibində həmciz cümlə üzvü olmayan sadə cümlə. Bunun tərkibində həmciz üzv var. Demək, mən D-ni də heç bir yerə yaza bilmirəm. D uyğunsuzdur. Biz görürük. D-ni heç bir, sənin cavabında heç bir halda D ola bilməz. Sualda yanlışlıq var, deyəcəm deyə biləm. D heç bir halda sənin cavabında ola bilməz. D-lərdən mən açsam, bir də mütləq mən A-C-ni yazmışam. A-C olan variant E variantını deyilən, bir də yoldaşlar A-C-dir. 2'ye baxaq. Görə 2'ye də demək biz burada 2'ye B-ni yazdıq. 2'ye də mən burada demək B-ni yazdım. Sonra E-yə də baxaq. Ucaboy oğlanın hülqumu tərpəndi, dodaqları seyirləndi. Baxın yoldaşlar, bu mürəkkəb cümlədir. Deyir, tərkibində həmciz cümlə üzvü olan mürəkkəb cümlə. Ucaboy oğlan hülqumu neyətdir? Tərpəndi. Nə tərpəndi? Oğlanın hülqumu. Neyətdir? Səyirliyi. Nə səyirliyidir? Dodaqları. Bu mürəkkəb cümlədir və tərkibində həmcizlik yoxdur. Mürəkkəb cümlədə həmcizlik yoxdur. Mən eyni heç bir yerə yaza bilmirəm. Eşidin, görün necə eşq verəcək. Eşidin, bu təbii ki, mürəkkəb cümlədir. Eşidin ki, bilin ki, görün ki. Baxın yoldaşlar, nə edin eşidin, nə edin bilin, nə edin görün. Demək, tərkibində həmciz cümlə üzvü olan mürəkkəb cümlədir. Eşidin ki, bilin ki, görün ki. Həmcizli görüşmü? Bəli, xəbərlər həmcizli üstə mürəkkəb cümlədir. Mən F-ə də yazsam, 1 olacaq A, C, F, 2 bu. Belə bir variantda yox təbii ki. 1 olacaq A, C, F, 2, B. Belə bir variantda yoxdur. Yəqin ki, burada nəsə bir yanlışlıq özünü göstərir. Gələk yoldaşlar, üçüncü suala. Hansı cümlədə həmciz cümlə üzvləri işlənmişdir? Oğlunun sükutuna söykənib, fikrə daldığını görən Cavahir daha heç nə demədi, heç nə soruşmur. Baxın yoldaşlar, Cavahir heç nə demədi, Cavahir soruşmur. Bəli, bunlar həmciz xəbərlərdir də. Niyə heç nə demədi? Kim Cavahir? Heç nə deməyəndə Cavahirdir. Heç nə soruşmayan Cavahir. Təbii ki, hər iki üz bir üzlə bağlı olduğu üçün biz bunlara həmciz deyəcəyik. Sənin cavabın A variantı, digərlərə baxaq, birdən səhv götürərik. Oğlan onun harayasa, boşluğa zillənən, ağı qarasına qarışmış gözlərinə, demək, nəzər saldı. Bax, niyə nəzər saldı? Kim nəzər saldı? Oğlan. Oğlan nəyə nəzər? Baxın, onun gözlərinə, bax, onun gözləri var. Bax, bu bütövlükdə, onun gözləri, bu bütövlükdə üçüncü ürtəyin sözləşməsi. Burada sən heç bir halda digər cümlə vaxtlara bilməzsən. Burada da həmcizlik yoxdur. O nəzərlərini hasarın üstünə dikdi və nədənsə pənahın aralı, ətli dodaqları yenə gözlərinin qarşısında dayandı. Nə etdi? Gözlərinin qarşısında dayandı. Nə gözlərin qarşısında dayandı? Pənahın dodaqları, bax, pənahın dodaqları, nə? O, demək, nə etdi? Hasarın üstünə dikdi.
Neydi? O nəzərlərini dikdi. Kim? O. Nəzərlərini dikən odur. Amma belə nədənsə Pənahın aralı və ətli dodaqları yenə gözlər önündə qarşısına dayanır. Gözün qarşısına dayanan Pənahın aralı və ətli dodaqlarıdır. Amma demək, nəzərlərinin hasar üstünə dikən odur. Ayrı mübtədalar aid olduğu üçün biz bunlara həmzis deyə bilmərik. Onun tövsiyəsini sırğa elə qulaqlarından asmışdır. Bu sırğaları çıxarıb itirmək arzu olunmaz idi. Burada təbii ki, həmzislik yoxdur. Onun tövsiyəsini sırğa elə qulaqlarına asmışdır. Ne etmişdir? Onun tövsiyəsini sırğa qulaqlarına asmışdır. Demək, bu sırğaları çıxarıb itirmək arzu olunmaz idi. Bu mürəkkəb cümlədir və burada həmzislik yoxdur. Boynunun çiyninin istidən yandığını hiss etdi. Nəyi hiss etdi? Baxın, boynunun istidən yandığını. Təbii ki, bu birləşmədir. Birləşmə təkmə sən həmcin cümlə üzvü axtara bilməzsən. Hiss etdi xəbər nə zaman? İndicə. Bu birləşmə oldusun, burada demək xəbər yoxdur, sənin cavablanacaq. A bəndi, cavahir demək heç nə demədi. Cavahir demək soruşmayacaq. Bu yoldaşlar A variantdır. Dərc 4-ün sonra nümunədə hansı cümlə üzvləri həmcis olduğu müəyyən. Baxın, ilk öncə cümləni oxuyaq, oxuyaq. Baxın yoldaşlar. Deyir, hər halda çalğıçılar çalğılarını ara verməli və birazdan Ziyad xanı tamam unutdular. Bax, nə etdilər? Demək, çalğıçılar ara vermədi. Çalğıçılar unutdular. Unudanda çalğıçılardır. Ara verməyən çalğıçılar. Həmcis xəbərdir. Rədd yoldaşlar, xəbər var mı? Həmcis xəbər. Birinci yazı 2, demək həmcis xəbərdir. Sonra, gəlir şöyle və birazdan Ziyad xan unutdular. Yuxusuzluqlara baxmayaraq bir-birinin çalğısını həzz ala-ala, bir-birini ruhlandıra, baxın, hansı tərzdə bir-birinin çalğısından həzz ala-ala, feri bağlama tərkibi tərzəkə zərfli. Bir-birinin ruhlandıra, hansı tərzdə? Demək, həmcis zərfliklərdə var, 2, 5, sonra tütəyin sazın, kamançanın dili ilə dünyanın qocalığından, insanların gedərliyindən, əhddən, vəfadan, etibardan söhbət açırlar. Nədən? Dünyanın qocalığından, nədən? İnsanların gəliş-gedişindən, nədən? Əhddən, nədən? Vəfadan. Bu da sənin həmciz tamamlıqların cavab olacaq. 2, 3, 5, yəni A variantdır. Gəliş növbət 5-in sonra. Qardaşımla mən babam üçün kəndin kənarındakı bulaqdan səhər günorta su gətiririk. Baxın yoldaşlar. Deyək, hansı cümlə nümunəsi həmcizdir? Qardaşımla mən babam üçün kəndin kənarındakı bulaqdan səhər günorta su gətiririk. Bax yoldaşlar, bunun xəbəri cənab olduğu üçün, təbii ki, qardaşımla mən bu və qoşmasına bərabər, bağlayıcısına bərabər. Demək, bunlar nədir? Kim? Qardaşım, kim? Mən. Demək, yoldaşlar, xəbər cənab olduğu üçün burada la və qoşmasına bərabər və bunlar həmciz mübtədalardır. 1. Sonra, nə zaman səhər? Nə zaman günorta, həmciz sonra zərflik, 1, 5, 1-5 var mı? 1-5 var mı? Cavabın olacaq, A bəndə. Sonra gətirdik, tamamlıq yoxdur. Babam üçün kəndin kənarındakı bulaqdan, nədən, haradan, bulaqdan, hansı bulaq? Kəndin kənarındakı bulaq, kim üçün? Babam üçün. Baxın, yoldaşlar, demək, səhər, günorta, təzə zərfliyi var, nə zaman mübtəda var, kim üçün? Babam üçün, tamamlıq. Haradan? Kəndin bulaqdan, hansı bulaqdan? Kəndin kənarındakı bulaqdan. Təyin var, tamamlıq var, zərflik var. Biz burada həmciz zərfliyi gördük və həmciz mübtədanı gördük. Tamamlıq bir də nədir? Babam üçün. Kəndin kənarındakı təyin, ikinci bir təyin yoxdur burada. Ona görə bizim canımız yoldaşlar 1 və 5 mübtəda var, zərflik, yəni C variantı. Gəldik 6-cı suala yoldaşlar. Xitablardan biri isimlə ifadə olunmur. Bizə isimlə ifadə olunmayan xitab lazımdır. Tanrım məni məndən qoru bu yaşda. Tanrım isimdir. Qoca, yaxşı quru bu dərələri. Qoca təbii ki, burada sifətdir. Sənin cavabınızın B variantı. Yaxşıya yamanı öyrətmə. Bala isimdir. Talim hökmünü çağır. Talim isimdir. O danışsın, danlasın, biz sevinək, ay oğul da, demək isim. İsim olmayan yoldaşlar oldansı B variantı. Çünki qoca orada sifətdir. Cümlə üzrlərinin həmcisliyi ilə bağlı uyğun müəyyən. Görək ilə hansısa cümlə üzrə həmcis var və yaxud da yoxdur. Baxın yoldaşlar, cümlə üzrə həmcisinə bağlı baxın. Demək, qanlı qadalı illər idi, nə ağına baxırdılar, nə də bozuna. Nə edirdilər? Ağına bozuna baxırdı. Bu bütövdə xəbərdir.
Nə idi? Qanlı Qadalı illər idi. Bu da xəbər. Burada yoldaşlar baxın, nə idi? Qanlı Qadalı illəri idi. Nə edildi? Ağına bozuna baxmır. Bu bütövlükdə həm xəbərlər, yəni burada zəflik ilə bir anlaş yoxdur da. Ağına bozuna baxmaq frazeoloji birləşməli bütöv götürürsən. Nə idi? Qanlı Qadalı illərdə, o da sən bütöv götürürsən. Yəni burada zəflik ümumiyyətlə yoxdur. Bir sənin heç bir cavabında ola bilməz. Uşaq yatıb ya yatmır. Yəni yatıb və yatmır. Bunun təsdiqli və inkarda olmalı yoldaşlar. Bunun həmcinsinin heç bir xələl gətirmir. Nə edib? Yatmayıb. Nə edib yatıb? Ki, uşaq. Uşaq yatıb, uşaq yatmır. Həmcins demək xəbərlərdir ki, bütün ömrü boyu alçıq hisslərin, umsaq əməllərin, qara qəlblərin şahidi olmuşdur. Baxın, yoldaş, bir şey yada saxlayaq, unutmayın, bu sizin çox ki, mənçindirsə. Yada saxlayaq ki, biz yeri çalı söz görürüksə, yeri çalı söz müstəqil şəkildə tək görsənsə, ancaq xəbər olandır. Xəbərdən başqa yeri çalı söz tək görəndə müstəqil şəkildə. Heç bir cümlə zorlanmır, sən heç bir adama tamamlıq deyə bilməzsin. Başa düşdünməyəcəksən. Çünki yeri çalı söz müstəqil şəkildə ancaq xəbər olur. Biz burada xəbər variantını görmürük deyə götürmürəm. Bu azadlıq və sərbəstlik onun arzuladığı azadlıq sərbəstlik. Nədir? Azadlıq, sərbəstlik idi, azadlıq idi. Nə sərbəstlik, nə azadlıq. Həmciz müftədalar var, həmciz demək xəbərlər var. 4. Həyəcandan dizləri titrər, ayaqları sözünə baxmırdı. Nə edirdi? Ayaqları sözünə baxmırdı, frazeoloji birləşmədir. Nə edir titrəyi, nə dizləri? Baxın, titrəyən dizli sözə baxmanın ayaqlardır, ayaqlar sözə baxmır. Bunlar ayrı-ayrı şəxslərə aiddir, belə deyək. Nə səbəbimizdə həyəcandan bunu götürürəm. Demək, titrəyən dizləri sözə baxmırdı, ayaqları. Ümumiyyətlə, ayaqlar sözə baxmamaq frazeoloji birləşmədir. Mən burada heç bir halda həmcinsli götürə bilmərəm. Bu da getdi, sənin cavabın vardı. 2 və 4. Belə bir variant varmı? Yəqin ki, inşallah belə bir variant olacaq. Baxalım. 2 və 4, baxın yoldaşlar, 2 və 4 olacaq A variantı. Bunu biz təmizləyib. 2 və 4 olacaq demək A variant aydın olur. Bu belə. Sonra növbətiyə, hansı cümlə bağlı fikir yanlışdır? Baxaq. Deyir ki, gözlərim sizin də gözünüz ayrı. Şəxsləndirilən əşya müraciət olunur. Bəli, gözlərim şəxsləndirilən əşyadır, müraciət olunur. Bu doğru. Səndən məndən ötən zərbə vətən sənə dəydi. Xitab uçlarının bəli, vətən sənə dəydi. Var. Qaynar təbim, qaynar qanun. Qaynar təbim, qaynar qanun qalır hələ. Həmciz cümlələr var. Bəli. Nedir? Qalır. Nə qalır? Qaynar təbim, nə qalır? Qanun. Həmcizlər var, bəli. Təbii və qanun doğrudur. Palıd səni kim yıxdı bəs? Mücərrəd varlığa müraciətdir. Burada palıd mücərrəd varlığı deyil. Palıd biz dediyimiz ki, konkret bir varlıqdır. Ağacıdır, sənin səhvin olacaq deyə bəndi. Yanlış fikri soruşur. Bəşəroğlu heç üzünü tutma göylərə, xitab isim birləşmə ifadə olunur. Bəli, yoldaşlar, Bəşəroğlu ismi birləşmədir. Bu da doğrudur. Sənin cavabınız yoldaşlar D variantı. Çünki mücərrəd varlıq deyil. Bu cavab olacaq D bəli. Palıd səni kim yoxdur bəs? Cavab olacaq D variantı. Gələk növbəti sonra. Baxaq burada uyğunluğu müəyyən deyil. Doğru və yanlış baxımdan. Bir qədər bunu kiçindən olacağım ki, sual sizə rahatsız tam şimdi görə biləsiniz. Baxaq. Demək, bir uyğunluq müəyyən edir. Bu uzun seyfə yolu vurulur. Deyir, nümunə buraxın, vuruş şəhəri. Vergi verəm. Axtan sonra vergi olacaq, təbii ki, biraz da yaxınlaşdıracaq. Belə baxalım buna. Doğru və yanlış baxımdadır. Deyir, bu uzun, axtan sonra təbii ki, vergi olur. Bu uzun seyfə yolu vuruluram. Başa könül. Təbii ki, burada yenə də vergül olacaq. Vergül var, doğrudur. Bəli, doğrudur. Bir sənin cavabın ola bilməz. Bizə də uyğunluğu müəyyənləşdir. Doğru. Həyat əzizimsən, sən mənimkisən. Həyat əzizimsən, vergül. Sən mənimkisən. Sən məndən ötəri, həyat ikisən. Təbii ki, vergül var. Sən mənimkisən, sən məndən ötəri. Demək, sən məndən ötəri, həyat ikisən. Vergül, amma burada 2 vergül vardı. Həyat, əzizimsən. Əzizimsən, var. Sən mənimkisən. Sən məndən ötəri, bəli, 3 vergül qoyulur. Amma qabanı yanlış qoyduğu üçün biz bunu götürmürük. Çünki bizə doğru fikirlər lazımdır. Elə istəyirəm ki, demək, vergül. Evə dönək, ayoğlu. O danışsın, danlasın. Biz sevinək.
O dansın bir sevinə vergül sual. Ümumiyyətlə, burada suallılıq bir şey yoxdur axı. Yanlış, qabağına yanlış verib. Demək, doğru o dansı. Doğru biz burada bir dənə biri götürdük. Və yanlışlıqla yanlış verdiyi üçün bu da doğrudur. Bir də doğrudur, üç də doğrudur. Çünki burada suallıq bir şey yoxdur. Məhəbbət. Nə deyim bu ülvi ada? Hamıya bir gözlə baxmalı o da. Sual. Ümumiyyətlə, burada sual var mı? Burada sual da yoxdur. Yanlışdır bu. Yanlışdır. Qabağına doğru verib. Mən bunu götürməyəcəm. Sənin cavabınız 1 və 3, yəni A variantı. Çünki burada suallı bir şey yoxdur. Üzr istəyirəm. Burada suallı yoxdur. Burada suallı bir şey yoxdur. Burada suallı bir şey yoxdur. Yanlışın qabağına yanlış verib götürəcəm. Doğru 3 verib, doğrunun qabağına doğru verib götürəcəm. 1, 3. Burada suallı bir şey yoxdur. Burada 3 verib doğrudur, amma qabağına yanlış verib. Mənə lazım deyil. Doğru fikir cavabınız 1-dən, demək 3. Gəliş o. Uyğunluğu müəyyəndir, baxın. Deyək, cümlənin əvvəlində xitabdan sonra vergül və yəndə işarət qoyula bilər. Bəli, cümlənin əvvəlində xitabdan sonra vergül və yaxında qoyula bilər. Ya da saxlayın. Məsələn, yazıram ki, Əli, məsələn, bura gəl. Baxın, bura gəl. Əgər mən burada əldən sonra nidə qoysam, bu bura sözü böyük hərflə yazılır. Yəni, istənilən almış işlənmir. Problem deyil. Doğru, qabağına verib yanlış. Cümlənin sonunda xitabdan əvvəl vergül qoyulur. Bəli, sonunda gələn xitabdan vergül qoyulur. Doğru, doğru. Cümlədə sondakı xitabdan sonra durğu şartının işlənməsi intonasiyanın aslıdır, səhvdir. Yəni, xitabın intonasiyaya bir dəxli yoxdur. Yəni, sonda işlənməsi durğu şartının xitab özündən əvvəla aiddir. Xitab özündən sonraya durğu şartını dəyişəndir. Durğu şartı cümlənin məqsəd və intonasiyasına görə dəyişir. Asıl deyilsə yanlış, yanlışı qabağında təbii ki, yanlış verib, götürəcəyik. Sonra cümlənin sonunda xitabdan sonra 3 nöqtə sual və ya nidə qoyula bilər. Təbii ki, qoyula bilər. Doğru, qabağına yanlış verib. Cümlənin sonunda xitabdan sonra nöqtə qoyula bilməz. Niyə qoyula bilməz? Cümlənin sonunda nöqtə niyə qoyula bilməz? Doğru, qabağına verib yanlış. Demək ki, mən 4-dən 5-i götürməm. Mənim düzgün cavabım olacaq. 2, doğru qabağına doğru, 3, yanlışı qabağına yanlış. 2 və 3, yəni A variantdır. Gəldik növbət 11 suala. Hansı nümunədə əlavə cümlə üzvünə aid deyil? Baxın, əlavə cümlə üzvünə aid deyil. Diqqətli olacaq. Yerə qar düşəndə, biraz da bunu yaxınlaşdırım. Deyir ki, yerə qar düşəndə onun köhnə döşəkçəsi qapının ağzında dəmir sobası üzbəyə salınacaq. Baxın, yoldaşlar, ya da saxlayın. Ümumiyyətlə, əlavənin biz olub-olmadı necə bir yoldaşlar? Baxın, əlavənin olacaq söz var ha. Bax, özündən, yəni treydən belə deyil ki, əvvəl gələn, belə deyim, daha dəqiq başa düşürsün. Əlavə əgər, bax, diqqətli ol, əgər əlavə xəbərlə uzlaşırsa, orada əlavə var. Diqqətli olur ha. Belə deyək də, cümlə üzvü bu əlavədir. Cümlə hansı cümlə üzvünün əlavəsi var? Həmin cümlə üzvü xəbərlə uzlaşmalı. Baxın, qapının ağzına salınacaqdır. Əlavə var. Qapının ağzında dəmir soba üzbəüz, harada qapının ağzına salınacaq, harada nədir, soba ilə üzbəüz salınacaq, həmcizlik var. Yəni, piti namaz belə qudurub ki, bağırır, atası yaşında kişinin birlikdə işlər. Baxın, yoldaşlar, bağırır, işlədir, atası yaşında kişini işlədir. Görsən, xəbərlə necə uzlaşdır, həmciz var. Nazlının gəlişi bağının ürəyindəki əbədi qorxunu bir damın altında kimsəsə can vermək qorxusunu qovub çıxarmışdır. Baxın, Nazlının gəlişi, demək, Nazlının gəlişi bağının ürəyindəki əbədi qorxunu qovub çıxarmışdır. Baxın, qorxunu qovub çıxarmışdır, qovub çıxarıb. Sonra, bir damın altında kimsəsi can vermək qorxusunu çıxarmışdır. Təbii ki, tamamlığın həmcisi var. İdris Külün qırağındakı meşəyə 2-3 gündən bir, bax, 2-3 gündən bir baş çəkirdi, axşam üstlər baş çəkirdi. Zaman zərfliyinin əlavəsi var. Təbii ki, özünə xəbərlə uzlaşdırır, amma baxın, diqqətli olur. Sonra, daha sonumuza görə sonumuzda nə var? Deyir, həm də Orxanın bura örüşüb gəlməyi, deyirsən, Rızanın ürəyindən deyil. Baxın, yoldaşlar, Rızanın ürəyindən deyil, nə? Orxanın gəlməyi. Baxın, yoldaşlar, Orxanın gəlməyi, üçüncü nöqtəli sözləşmə. Sən bunun arasında həmcis axtara bilməzsən. Burada həmcislik var, diqqətli olur ha. Burada, üzr istəyirəm, burada əlavə bizə nə deyildir? Baxın, yoldaşlar, bax, əlavə cümlə üzvünə aiddir. Baxın, yoldaşlar, burada cümlə üzvü axtara bilməzsən. Diqqətli olur. Niyə görə? Çünki bu sözdə bir cümləsidir. Orxanın gəlməyi, bir də üçüncü nöqtəli sözləşməsidir. Bu bir cümlə üzvü, tamamlıqdır. Sən bunun arasında necə cümlə üzvü axtara bilərsən? Ona görə sənin cavabın olacaq yanlış variant kimi elmə. Çünki Orxanın gəlməyi, üçüncü nöqtəli sözləşməsi
Üçüncü növün arasında da sən gəlib cümlə özü axtara bilməzsən. Üçüncü növ bir suala cavab verir, bir cümlə özü var. Sən heç vaxt bunun arasında cümlə özü axtara bilməzsən. Sənin cavabın olacaq E variantı. Hansı nümunədə cümlə özlərinin əlavəsi işlənmişdir? Bax, yenə də əlavə yadda saxlayaq ki, əlavə. Yəni, hansı cümlə özü əlavəsi olacaqsa, həmin cümlə özü xəbərdə uzlaşmalıdır, diqqətli olur. Deyir, vətənliliyi, atan o yurduna, atan oğula qarşı mən nəcür olmalıyım? Vətənliliyi, nəyi? Atan o yurduna, atan oğula qarşı. Baxın, yoldaşlar, burada həmin əlavə yoxdur. Baxın, vətənini atan, vətənini atan oğul, bax. Bu bütövlükdə feili sifət tərkibidir. Sən burada cümlə üzvü axtara bilməzsən. Bu, bir cümlə, bir suala cavab verir. Bu necə ola bilər? Yanlış. O yaşlı köş qadının, bax, bayaq dedim, yadda sağ, bax, bu ifadə unutmursunuz, sizin çox köməklə çıxacaq. Bax, yoldaşlar. Yeri şal sözü gördünsə, yeri şal söz cümlədə yalnızlarınız xəbər ola bilər. Yəni, yeri şal xəbərdə işlənə bilər. Yeri şal digər heç bir halda tək işlənə bilməz. Yəni, yeri şal ancaq xəbər olacaq müstəqil şəkildə, yeri şal xəbər olanda əlavə ola bilər. Yeri şal xəbər deyilsə, heç bir halda əlavəsi olmaz. Bax, yeri şal əlavəsi yoxdur. Sonra baxın, yoldaş, yenə də burada. Baxın, övladlarımızın əlavəsi yoxdur. Sonra, başqa, baxın. Sonra, yəni mənim babamdan, atam hələ, uşaq vaxt öz atası, yəni mənim babamla birlikdə Arazın otayından Təbriz tərəflərindən gəlir. Baxın, bəli, burada əlavə. Nə edib gəlir? Haradan? Arazın otayından, bax, haradan? Təbriz tərəfdir, bəli, burada demək ki, əlavə var, deyilməndi. Eyə də baxalım biz. Mən Azərbaycan balalarını, baxın, sən cavabını deyəndə, haradan? Yer zərfinin əlavəsi var. Yer zərfinin əlavəsi var. İndi Eyə də baxın, deyəsənin cavabını. Eyə də baxaq. Mən Azərbaycan balalarının Homeri, Danteni, Shakespeare, Hoteni, Pushkin öz doğma gözəl ana dillərini oxuyacaqlarını günü görür. Baxın, yoldaşlar, balaların oxuyacaqları gün. Baxın, balaların oxuyacaqları gün. Balaların oxuyacaqları üçüncü nöqtəni, üzr istəyirəm. Balaların Homeri, Pushkini, balaların oxuyacaqları söz birləşməsidir. Söz birləşməsinin içərisində sən heç bir halda əlavə axtara bilməzsən. Çünki mən Azərbaycan balalarının Homeri, Pushkini, Danteni öz doğma ana dillərini oxuyacaq. Balaların oxuyacaqları söz birləşməsi olduğu üçün orada heç bir halda sən əlavə axtara bilməzsən. Söz birləşməsinin daxilində əlavə olmaz. Bu da sənin cavabında D variantdır. Yaş növbətiyə. Yaş növbətiyə bizə nə deyir burada? Buraları təmizləyim, yavaşça görə bilirsiniz. Baxın, başqa. Deyir, həmçinin üzvləri ixtisar olunmayanlar götürür. Baxın, yoldaşlar da saxlayaq ki, feillərdə heç bir halda zaman şəkilsi ixtisar olunmaz. Feildə inkarlı şəkilsi ixtisar olmaz. Feildə qrammatik məna növünün şəkilsi ixtisar olmaz. Yerdə qalan ixtisar olunmaz. Biz buradan yola çıxaraq deyə bilərik ki, feili inkarlı şəkilsi ilə feilin zaman şəkilsi ixtisar olunmaz. Cavab olacaq, demək, 3 və 4. İlə 3-ün ilk demişiksə, sən bunu gündəlik keçdiyimiz proseslər, dərslər, yəni özünüzdə qoyub yoxlaya bilərsiniz, bax, bunlar ixtisar olunar. İxtisar olunmayan isə 3 və 4, yəni A variantı. Gələk növbəti suala, burada 14-cü suala baxaq. Bizə deyir ki, cümləsi bağlı yanlış fikir göstərir. Bizə təbii ki, yanlış fikirlər lazımdır. Hər adamı buraxmazlar axı elə məhkəməyə. Məna incəliyi yaradan, təsir gücünü artıran köməkçi nitq hissəsi söz sırasını pozulur. Baxın, yoldaşlar, köməkçi nitq hissəsi söz sırasını poza bilməz. Yəni, söz sırasının pozulmasının köməkçi nitq hissəsinə heç bir aidiyyəti yoxdur. Bu yanlış fikir. Xəbərin yeri dəyişdirilməsində söz sırası pozulmuş. Bəli, niyə də buraxmazlar kimi adamı haraya, nəyə, məhkəməyə? Baxın, yoldaşlar, buraxmazlar, xəbər təbii ki, ortaya gəlir. Xəbərin ortaya gəlməsi söz sırasını pozulur. 2 doğrudur. İsim birləşmə ilə ifadə olunan cümlə üzvü yoxdur, bəli. İsim birləşmə ifadə olunan, burada isim birləşmə var, sadəcə olaraq isim birləşmə ifadə olunan cümlə üzvü yoxdur. Çünki burada hər adam isim birləşməlidir. Elə məhkəmə isim birləşməlidir. Amma bunlar parçalandığı üçün mən heç bir halda deyə bilmərəm cümlə üzvü isim birləşmə ifadə olunur. Çünki onlar parçalanır. Əgər parçalanmasını, bəli, cümlə üzvü ola bilərdir. Yoxdur deyilsə, doğrudur. Müəyyən şəkil cümlədir. Buraxmazlar, kim, onlar qeyri-müəyyən şəxs cümlədir. Bu yanlışdır. Söz birləşməsində ifadə olunan cümlə üzvü var. Təbii ki, bu da bayaq dedik, yanlışdır. Sənin yanlışın olacaq 1, 4 və 5. 1, 4, 5, yəni qabacıq D variantdır. Ümumiləşdirici sözlər işlənir həmçinin cümlə üzvləri müəyyənləşdirir. İşarə məqsədli şəkildə buraxın. Baxın, ümumiləşdirici söz lazımdır bizə. Eyni zamanda cümlə üzvü müəyyənləşdirir. Baxın.
Deməli, bir sözlər, ümumiləşdirici sözlərlə işlənir, həmcins cümlə üzvlər. Bir söz başqa rası. Deməli, bir sözlə, ümumiləşdirici sözdür, bir sözlə ara sözdür, elə deyilmi? Yəni, bunu mən götürərəm. Çünki bir sözlə, beləcə, ara sözdür, ümumiləşdirici söz deyil, bir getdir. Məsələn, səni bəyənib seçdiyim yerdən qaldırıb başqa yerə əyləşdirək. Məsələn, səni bəyənib seçdiyim yerdən, burada ümumiləşdirici söz yoxdur, bu da getdi. Mənim qohumları, bax, yoldaş baxın, mənim qohumları boşa nöqtə, baxın, ümumiləşdirici söz var. Yəni, atam və anam, mənim qohumlarım ümumiləşdirici söz, atam və anam, demək 3. O kəslər deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayır, bəzi bəhanə ilə məndən qaçıb gedir. Məsələn, baxın, məsələn, ümumiləşdirici söz, məsələn, fala baxdırmağa, it boğuşdurmağa, dərviş qulaq asmağa, hamamda yatmağa, qeyri bunu bəmə etmir, baxın, ümumiləşdirici söz, məsələn, və əlavə elədir, 4 və izah elədir. Yəni sözün düzü, axır vaxtla son 7-8 ildə heç onunla görüşməmişdikdə, yəni sözün düzü, deyək ki, sözdə işlən həmcins cümlə özləri. Baxın, bu həmcins ümumiləşdirici sözdür, bu heç. Mənim qohumlarım, atam, anam, 3, 4. Yəni sözün düzü, axır vaxtda son 7-8 ildə heç onunla görüşməmişəm. Burada yəni sözün düzü bu ara sözdür. Bu ara sözdür. Burada ümumiləşdirici söz yoxdur. Bu da getdi. Yerdə qaldı 3 və 4. Mənim qohumlarım ümumiləşdirici söz və bəhanə ilə məndən qaçıb gedir. Məsələn, fala baxır, it oynadı, hamam yaxınına gedir və bu növ vacib əməllərə, demək, burada da həmcinsləri biz gördük, it boğuşdurmaq, dərviş nağılını qulaq asmaq və s. Sənin cavabını 3 və 4 düşünün. Cavab olsa A variantı. 16. Hansı nümunədə xitab canlı varlığa aiddir? Daş, dəniz, daşqın, dəniz. Daş, dəniz. Dəniz təbii ki, cansız varlığa aiddir. 1. Qadınlar, bu hansı nümunədə xitab canlı varlığa aid deyil? 1. Bu qadınlar canlı varlıqdır. Ağzım canlı varlıqdır. 1 götürdük oradan, təbii ki. Sonra uzulda ey Xəzər, burada 4'ü götürdük. 4 də canlı varlığa aid deyil. Səslərin canlığa aiddir. 1, 4 və 5-ci variant. Duruş şərtlər uyğunu muydu? Biz baxıb uyğunluğuna təbii ki, budur. Görək söhbət nədən gedir? Verdi qoşan nöqtə bitir. Cümlənin həmcins üzvlər arasında. Təbii ki, həmcins üzvlər arasında yoldaşlar vergüldən istifadə edirəm mən. Elə deyilmi? Demək, belə yazdım anı. Sonra, həmcins üzvlərdən əvvəl gələn ümumiləşdirici sözlər. Həmcins üzvlərdən əvvəl gəlsə, təbii ki, qoşan nöqtə istifadə edəcəksən. 2 yazdım B-ni. Cümlənin həmcins üzvlərindən sonra gələn ara sözdən sonra, demək ki, ara söz təbii ki, burada vergüldən istifadə edəcəksən. Vergül C. Sonra, həmcins üzvlərindən sonra gələn ümumiləşdirici sözdən əvvəl T-dən istifadə edirsən. Təbii ki, sonda gələn T, əvvəl gələn qoşan nöqtə. Təbii ki, burada D-ni yazdım. Ümumiləşdirici sözdən sonra gələn bağlayıcılardan sonra təbii ki, biz yenə də T-dən istifadə edəcək. Elə deyilmi? Yenə də biz, demək, 1 ağacı 2 bulur, var mı belə bir cavabımız? 1 ağacı 2 bulur, 3'dür. 1 ağacı 2 bulur, 3'dür. Eyni zamanda E ilə buraya yazayıq. Ümumiləşdirici sözdən sonra gələn bağlayıcılardan sonra biz qoşun nöqtəni istifadə edirik. Məsələn, yəni bağlayıcılara var. Məsələn, yəndən və vergül olur. Məsələn, yəndən sonra qoşan nöqtə olur. Aydın, məsələn, deyirəm ki, mən bir çox dilləri vergül, yəni, qoşan nöqtə qoyursa da, bağlayıcıdan sonra, demək, təbii ki, ümumiləşdirici sözdən sonra gələn bağlayıcılardan sonra təbii ki, qoşan nöqtəni istifadə edirsən, bu da sənin demək E. Acı bu etdir. Var mı? Acı bu etdir. Cavab yoldaşlar D variantdır. Gələk növbəti, cümlədə ixtisar oluna bilər. Deyir ki, Zaur bu bulanıq söz selinin qarşısında tam bir köməksizlik duyurdu. Axır hissə qapılıb çılğın etirazlardan başqa nə ilə, hansı dəqiq faktlarla, dəlil sübutlarla bu axşam qarşısında dura bilərdi. Baxın, yoldaşlar, Zaur duyurdu, Zaurdur. Zaur duyur. Təbii ki, Zaur duyur deyirsə, cümlədə ixtisar oluna bilər. İxtisar oluna bilər. İdi köməsi sözü. Təbii ki, idi köməsi duyur. İdini ata bilərəm, değil mi? Elə deyil. Burada çünki D var. Burada idi olduğu üçün burada idini ata bilərəm. A. Eyni zamanda yoldaşlar, mən burada düşünürəm qoşmada ola bilər. Demək, faktlar, baxın,
etirazlar, dəlil sübutlarla, faktlar, bunda səbəbi faktlar, dəlil sübutlarla. Çünki bu həmciz üzvlər olduğu üçün burada faktlar varsa, dəlil sübutlarda la varsa, sən faktların la'nı ata bilərsən. Çünki mən sonuca baxaraq əvvəldə nəyin ixtisar olduğunu biləcəm. Məsələn, burada E'dən A, hər ikisi düşünürəm, uyğun gəlir, yəni siz fikrinizi bildirərsiniz. A da ola bilər, E də ola bilər. Dərəcə 19-da hansı numarada 3 tire işarə, numarada tire işarəsi qoşa nöqtə ilə əvəz edilməli? Bax, yoldaşlar. Ya da saxlayaq ki, o zaman qoşa nöqtə tire ilə və tire qoşa nöqtə ilə əvəz edilir. Ümumiləşdirici söz cümlədə əvvəldə gələndə özündən sonra qoşa nöqtədə qoya bilərsən, əzizlərim. Tire də qoya bilərsən. Yəni, ümumiləşdirici söz cümlədə əvvəl gələndə özündən sonra qoşa nöqtədə qoya bilərsən, tire də qoya bilərsən. Baxaq. Siz sənət adamları bizim yolumuzda çalışırsınız, bizim ruhumuza qida verirsiniz. Siz qoşa nöqtədə siz sənət adamları. Demək ki, burada ümumiləşdirici söz yoxdur. Orada əlavə var. Hər ikisi, baxın, hər ikisi, mən bunu nöqtəmizə verə bilərəm. Hər ikisi, atası da, zavurdur, artıq atası zavur. Hər ikisi ümumiləşdirdim. Ümumiləşdirici söz əvvəldə gələndə yoldaşlar, özündən sonra tire gəlibsə, onu qoşa nöqtə və qoşa nöqtə tire eləməzi də bilərsiniz. Cavab olacaq B variantı. Deyəndə təbii ki, burada bu vasitəsiz nitqə bağlı, sən buna xitab şəklində olduğu üçün heç vaxt qoşa nöqtə eləməzi də bilməzsən. Ümumiyyətlə, az danışırlar, atası elminə, kitablar burada da yoxdur təbii ki. Sən də bunu deyilmə, çünki ümumiləşdirici söz əvvəlcə qeyd etdiyim kimi özündən sonra qoşa nöqtə qoya bilərsən. Cavab olacaq, yoldaşlar, B variantı. Girmə. Xəbərin həmsiz mübtədalarla uzlaşmasına yanlış olan cümlə. Bax, yoldaşlar, sizə bir qayda edin, bax, bu qayda unutma. Səndə verilən cümlələrdə, əgər birinci şəxs varsa, bax, diqqətli ol, bu qayda unutmursan, sənə köməyə çalışacaq inanırım. Sənə verilən cümlələrdə əgər birinci şəxsə aid olan ifadə varsa, bax, biz, belə deyil, mən, birinci şəxsə aid olan söz varsa, mütləq xəbər birinci şəxsin cəmində olacaq. Bax, yadda saxlayırıq, ha. Birinci şəxsə aid olan söz varsa, birinci şəxsin cəmində. İkinci şəxsə aid olan söz varsa, ikinci şəxsin cəmində. Üçüncü şəxsə aid olan söz varsa, üçüncü şəxsin cəmində. Bax, biz və sən. Bunlar birinci şəxslə yoldaşlar. Bunların xəbər birinci şəxsin cəmində olmalıdır. Biz Aysel Məhsən xarici təhsildə maraqlanırlar, səhvdir. Maraqlanır olmalı idi. Sənin səhvin buradadır, bax. Mən və siz bitiririk, bax. Mən görsən, birinci şəxs varsa mütləq xəbər birinci şəxsin cəmində olacaq, gördük? Sən, ikinci şəxs varsa ikinci şəxsin təkinin cəmində. Sonra siz, ikinci şəxs varsa ikinci şəxsin cəmində. Məhz onlar, üçüncü şəxs varsa üçüncü şəxsin cəmində. Gördük yoldaş necə? Birinci şəxs varsa, sənin mübtədalarından birinci şəxssə, xəbər birinci şəxsin cəmindədir. İkinci şəxssə, xəbər ikinci şəxsin cəmində. Üçüncü şəxssə, xəbər üçüncü şəxsin cəmində. Biz Aysel və Həsən əslində maraqlanırlar, yox, maraqlanırıq olmalı idi. Cavab olacaq, demək ki, A variantı. Cümlədə buraxılıb vergi işarəsinin salim yönləşdir. Baxın, yönləşdir, bax. O həyatını gündə oynadığı rolundan bıqmış bir aktyor kimi qatarlara qoşulub, dəyişməz reyslərlə gedən parovoz kimi son mənzilə, son pərdə, son dayanacaq, son sükuta çatdırma. Baxın, yönləşdir, o vergi. Həyatını gündə oynadığı rolundan bıqmış aktyorlar kimi, qatarlara qoşulub dəyişməz reyslərlə gedən parovozlar kimi son mənzilə, son pərdəyə, son dayanacağa, son sükutu çatdırmalıdır. Neçə oldu yoldaşlar? Sayaq elə. 1, 2, 3, 4, 5-dir. Cavab oldu. C-variantına 5. Həmciz üzvlər bir-birinə bağlanır. Baxın yoldaşlar, yadda saxlayaq. Həmciz üzvlər bir-birinə bağlamayanlar birinci aydınlaşdırma bağlayıcısı. Bax, unutmuruq, ha. Həmciz üzvlər bir-birinə bağlamayanlar birincisi aydınlaşdırma bağlayıcısı, ikincisi tabellik bağlayıcıdır. Tabellik bağlayıcıları ilə aydınlaşdırma bağlayıcıları həmciz üzvlər bir-birinə bağlamır. Yerdə qalan bağlayıcılar bağlayır. Bax, cavabı görsə ola bilərsiniz cavabı. Bax, yoldaşlar. Çünki tabelidir. Eyni zamanda məsələ bu aydınlaşdırmadır. 4 və 5 cavab olacaq deyil. Variantı. Bax, buna da diqqətli olmaz. Nümunə sizə yanlış fikir mi? Bizə təbii ki, yanlış fikir lazım yoldaşlar. Yanlış fikir mi? Söz sonra pozulmuşdur. Dünyada xəbərsiz olsam da, sağ plus da, təbii ki, bu tabir mərkəb cümlədir, davada ədatdır. Öz ürəyimlə, öz ağlımla görürəm hər şeyi. Duruş ədbəri olmalıdır. Hansı duruş şarisi? Var mı duruş şarisi?
Sözü pozulmuşdur. Dünyada xəbərsiz olsam da öz ürəyimdə, öz ağlımı görürəm hər şey. Hər şey görürəm. Sözü pozulmuşdur, bəli, pozulur. Duruş əzbərli olmalıdır. Dünyada xəbərsiz olsam da öz ürəyimlə, öz ağlımla hər şey görürəm. Bərpa olmalıdır, bəli, vergül. Tərkib isə bağlayıcı ilə bağlı əlaqələrim. Burada bağlayıcı yox, salsa plus dadə ədaddır. Yanlış. Əvəzində 3 mənzilləri var. Dünyadan xəbərsiz olsam da öz təyini, ürəyimdə öz ağlımı görən hər şey. Demək burada yolda qeyri-müəyyən var və təyini var. 3 dənə, 3 ədəd yoxdur. Bu da səhv cavab olacaq 3 və 4. Bəlkə 24-də. Hansı cümlədə eyni ifadə xitab və mübtəda kimi düşünmək olar? Eyni ifadəni xitab və mübtəda kimi düşünmək olar. Əminə, qorxuram uşaq bir parça cavanlara qoşulmuş olar. Baxın, dostlar, sən bunu xitab kimi işlədə bilərsən də, yəni mübtəda kimi işlədə bilərsən, əminə qoşulmuş olar. Əgər o mübtəda olsa, xəbərdə uzlaşmalıdır. Aydın mı? Əminə qoşulmuş deyil, cavan uşaq qoşulur da. Sən bunu xitab kimi işlədə bilərsən. Əminə, qorxuram uşaq gedib kiməsə qoşulur. Xitab oldu. Sən bunu mübtəda kimi deyəmirsən, çünki o mübtəda olsa, xəbərdə uzlaşar. Elə deyil, bu yanlış, düşünmək olar. Bir yanlış, bir götürə bilməksin, sən təbii ki. Mahmud Aflatunun, Ərastunun kitablarından tutmuş İbn Sinanın əsərlərinə çox kitab oxumuşdur. Bax, nə etmişdir? Oxumuşdur. Kim oxumuşdur? Mahmud. Mübtəda oldu. İndi mən bunu xitab kimi düşünə bilərəm. Deyirəm, Mahmud, Əli, hər hansı kimsə, Əli, Əflatun kitablarını tutmuş İbn Sinan kitablarına görə oxumuşdur. Elə deyil, xitab da ola bilər. Demək ki, eyni zamanda mübtəda da ola bilər. Nə lazımdır təşkil edərik, yoldaş da qarşı. Bunu istənilən halda sən xitab düşünəcəksən, heç burada mübtəda kimi düşünə bilməzsən. Özündən çıxma, əşi, peşman olarsın. Əşi xitabdır, heç burada mübtəda olmaz. Knyaz, siz nə vaxtacan subay gezəcəksiniz? Bax, deyirəm, Knyaz, siz nə vaxtacan subay gezəcəksiniz? Amma sən bunu durub indi mübtəda kimi deyə bilərsən, çünki bu mübtədası sizdir. Knyazda mübtədəci yer qalmadı. Bizə zülm eləyək, xan həzrət. Bax, deyirəm ki, necə zülm eləyirlər? Kim zülm eləyir? Xan həzrətlər, mübtəda. Bir də var deyirəm, bizə zülm eləyirlər. Xan həzrətləri, xan həzrətləri, İran bizə zülm eləyir. Başa düşdün, necə yazan sən bu xitab kimi düşünə biləsən. Sən cavabında düşünürəm 2 və 6. Yəni 22. Hansı cümlədə zərfin əlavəsi işlənmişdir? Zərfin əlavəsi, diqqətli baxılır. 1514-cü ilin avqust ayında Səbəvilər dövlətinin, biz bayaq dedik ki, yiyəli çalılı söz tərk edibsə, orada heç bir halda əlavədən söhbət gedə bilməz. Yiyəli çalılı söz ancaq müstəqil şəkildə xəbər olur. Xəbər deyilsə, başqa heç bir cümlə üzrə söhbət gedə bilməz. Yanlış. Sonralar, varlı pullu bir adam olandan sonra, nə zaman varlı pullu olandan sonra, zaman zərfinin əlavəsi, bir dəfə, 2-3 il bundan əvvəl, nə zaman, 200 il bundan əvvəl, 3. Sofirlər cəvahirin yarısını, sofir, baxın, yiyəli şahda da, ləlin yarısını, cəvahirin yarısını. Biz dedik ki, yiyəli şahlı söz heç bir halda müstəqil şəkildə xəbərdən başqa heç bir cümləz ola bilmir. Bu da yanlış oldu, cavab oldu 2 və 3. Yəni 26-ya. Hansı cümlələrdə ara sözlər, modal sözlər ifadə olunmayır? Deyir, bir sözdə həmin şənbə günü məhəllənin uşağından tutmuş böyünəcən hamı Əl-Abbas kişinin həyətindəki parçalanmasına xəbərdar edir. Baxın, bir sözdə ara söz və modal söz deyil. 1. Dil başla, bayram axşamı olmaz belə. Burada ümumiyyətlə ara söz yoxdur. Vəkil çox çalışdı, heyf ki, təbii ki, həm ara sözdə, həm modal sözdə istəmirəm. Görürəm, boşqabları düzmürsən, plov da yəqin dəmdədir. Yəqin həm ara sözdə, həm də modal sözdə istəmirəm. O gün daha öz aramızda qalsın. Öz aramızda qalsın, yoldaşlar, ara sözdür, modal söz deyil. 5. Bax, hala, məndən sənə amanət. Ara sözdür, amma modal söz deyil. Bu da 6. Baxın, yoldaşlar olacaq. 1, 5, 6. Bir sözlə daha öz aramızda qalsın və məndən sənə amanət. Bu ifadələr ara sözdür, amma modal söz deyil. Cavab olacaq 1, 5, 6. Təlaşın növbəti, baxaq gidim yerimizə. Deyir, ara söz işlənmiş cümlələrin uyğunluğu müəllidir. Və duruşlar baxın. Tabis mürəkkəbdir, tabi mürəkkəbdir. Baxıq, görək ki, demək. Düzdür, 2-3
2-3 belə seansdan sonra o sağaldı və xəstəxanadan çıxdı. Demək, tabel mürəkkəb cümlə, tabel mürəkkəb cümlə baxaq burada. Düzdür, o 2-3 seansdan sonra sağaldı və xəstəxanadan çıxdı. Təbii ki, burada biz sağalan oldu, xəstəxanadan çıxan oldu. Bu sadə cümlədir. Demək, sağaldı, xəstəxanadan çıxdı. Bu sağalandı oldu, xəstəxanadan çıxandı. Bu sadə cümlə. Mən anı heç bir halda götürə bilmirəm, anı heç bir yaza bilmirəm. Düzdür, zamanında fabriki olan milyonçumuz yoxdur, amma kisə kağız pul olur. Təbii ki, burada düzdürü mən gördümsə, eyni zamanda qarşılaşma bağlayıcısını gördümsə, bu tabel mürəkkəb cümlədir. Çünki düzdür, doğrudur, bu ifadələr gəlibsə, özündən sonra qarşılaşma bağlayıcısı varsa, bu tabel mürəkkəb cümlə. Bax, yadda saxlayırıq. Düzdür, doğrudur, bu kimi ifadələri gördünüzsə, özündən sonra qarşılaşma bağlayıcısı varsa, mütləq o tabel mürəkkəb cümlədir. 1-ə yazdım, 2-ə yazdım, beğenim. Düzdür, fotolara yanaşanda neysə yenə bir nigaran hiss edirsən, amma bütün iradənin toplar şəkillərə baxdı. Düzdür, fotolar yanaşan neysə yenə bir nigaran hiss keçirdi, amma bütün iradə toplayıb şəkillərə baxdı. Demək, düzdür, amma yəni B-yə deyəcəyini yazdım. Əksinə onun qəlbi dəyəri uçub getmiş, qəlbinə sonsuz bir şəfqət, bir mülayimlik çökmüşdür. Baxın, yoldaş, demək, əksinə onun qəlbi dəyəri uçub getmişdir. Uçub gedən qəmdərdir, tabi mürəkkəb cümlədə. Çökən isə mülayimlik və şəfqət, tabi mürəkkəb cümlədir. 1-ə yazdım D-ni, əksinə təbii ki, orada ara sözdür. Gözlərini oğlanın əksinə sillədir. Burada ümumiyyətlə mürəkkəb cümlədə söhbət gedə bilməz. Sənin cavabın 1-dir, 2-b, çünki burada ümumiyyətlə tabi mürəkkəb cümlədə söhbət gedə bilməz. Belə dəyərli yoldaşlar, mətnə də baxacaq sözünüz. Lazım olduğu qədər kifayət qədər sual izahları sizə təqdim etdim. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti bir videozaqda görüşəcək. Minnətdarım.